Dostlar, çoxsunuz bilmirsiz kriptovalyuta necə nağdlaşdırmaq və Azərbaycanda o kriptovalyuta vasitəsilə dükanda alış-veriş etmək. Deməli, diqqət baxın. Reason Stable belə bir şey var. Onu köçürtürsünüz. Baba, bunu köçürtürsünüz. Mən köçürtmüşəm. Sonra vururuq. Yəni Google Play-dən də köçürdə bilərsiniz. Açılır. İndi qeydiyyat başlayır. Diqqətlə baxırıq. Mən sizə kod verəcəm. Endirimli kod. O kodu yazacaqsınız. Sizdə endirim olacaq. Deməli, burada aşağıda create account vururuq. Yəni account yaratmaq. Sonra buradan böyürdən vururuq. Yəni ölkəni seçməyə. Gəlirik Azərbaycan seçirik. Azərbaycan seçirik. Ondan sonra continue düyməsini vururuq. Burada mailimizi yazırıq. Mailimizi yazdıqdan sonra bizə mailə kod gəlir. O kodu yazırıq. İndi mən burada bir dəqiqə dostlar pauzanı basıb, yəni maili əlavə eləyəcəm. İndi burada gələn kodu qeyd edirik. Kodu qeyd edirik, gözləyirik davam eləsin. Burada referral kodu yazırıq. Mən sizə videoda burada referral kod hansını yazmağa qoyacağam. Bəziləri deyəcək ki, referral kodu nə edirik? Əslində endirim olacaq orada kart açmağı sizin üçün. Birinci növbədə sizin üçün ona görə mən bu referral kodu qoyuram. Yəni referral kodsuz da daxil ola bilərsiniz. Sadəcə sizə görsəl referral koduna görə qoyuram ki, siz endirim əldə edə bilərsiniz. Kodu yazdıqdan sonra dostlar nə edirsiniz? Burada aşağıda deməli bu knopkanı vurursunuz ki, yəni bildirişlər gəlsin. İstəsəniz barmaq izi qoya bilərsiniz. Yəni barmaq izi qoya bilərsiniz. Və burada sizi qarşılayır kart açmaq bölümü. 2 dənə kart açmaq 3.75-dir. Bir dənə kart açmaq 2.75-dir. İndi bura daxil oluruq. İndi görəcəksiniz ki, nəyə görə lazımdır. Bizdə burada 9 offer express 9 dəqiqə verib. Deməli, daxil olduq. Vurduq bunu. Burada fikir verin. 2.75 bizə göstərdi. Burada endirimdir. Siz kodla daxil olanda endirim olacaq. Və siz daxil olub, yəni yazacaqsınız, balansınızı artırıb burada aktiv eləyəcəksiniz kartı. Deməli, balansı artırmaq istəsəz burada bu üsulla da artıra bilərsiniz. Yəni öz nə bilim Visa kart və yaxud da Master kartınızdan da balansınızı aktiv eləyə bilərsiniz. Amma orada komissiya olacaq. Azərbaycan daxil aktiv eləyirsiniz və yaxud da USDT vasitəsilə də elə aktiv eləyə bilərsiniz. Daxil olub seçib aktiv eləyə bilərsiniz. Dostlar, davam edirik. Kart aktiv oldu məndə və kartda burada gördüyünüz kimi, yəni üstünə vurduqda biz kartın balansını əlavə eləyə bilərik. Burada USD və yaxud da USDT, yəni tezir və yaxud da dollarla. USDT-ni seçsək, USDT. Yəni bunu gördüyünüz kimi, mən də indi burada 0-dır. Kartı aktiv eləmişəm dostlar. Bir də burada biz nə etməliyik? Deməli, birinci, sonra keçirib bu ikinci hissəyə. Burada verifikasiya vururuq. Yəni, özümüzü verifikasiya eləyirik. Adımızı, familiyamızı. Dolan kontunu, sonra davam eləyirik. Burada 16 dənəsini eləməliyik. Deməli, doğulduğumuz tarix, ay, gün, ay, il. Yəni, məsəl üçün yaşadığımız ünvanı qeyd edirik, seçirik Azərbaycan. Adresi yazırsınız, kodunuzu yazırsınız, şəhəri yazırsınız və yaxud da bölgədirsə, ərazidirsə onu qeyd edirik sonra. Deməli, adres, poçtun kodu, yəni poçtunuzun kodu nədirsə, şəhər, ərazi və axırda continue knopkasını vuracaq.
Və dördüncü etapda dostlar, burada gəlir telefon nömrəmizi qeyd edirsiniz. Dördüncü etapdan. Beşincidə deməli mail gəlirdi. Mailimizi təsdiqləyirsiniz. E-mailimizi indi o keçdik. Altıncı burada pay with stablecoin, yəni bundan necə istifadə edəcək? Save stablecoin nəsə burada saxlamaq. Send stablecoin və continue vururuq. Burada biz seçməliyik ki, nəyi seçməliyik? Financial Analytic Institute. Baxın, görün də öz sənədimiz nədirsə onu seçirik burada. Deməli, burada birincini seçirik dostlar. Deməli, pasport. Yox, bizdə pasportdur. Bizdə şəxsiyyət vəsiqəsidir. Azərbaycan, kontinu. Şəxsiyyət vəsiqəsinin nömrəsini istəyir bu. Onu yazmalıyıq. ID-sindən, yəni. Deməli, orada gəlir dostlar. Deməli, şəxsiyyət vəsiqəsini qabaqdan, arxadan şəklini çəkirsiniz. Bir qabaqdan çəkirsiniz, sonra şəxsiyyət vəsiqəsini arxadan çəkirsiniz, nömrəsini yazdınız. Ondan sonra sifətimizin şəklini çəkirsiniz, orada ekran çıxacaq. Ondan sonra gəlib beləncə bir quş qoyuruq və sonra continue vururuq. Yazıb ki, proses gedir, yəni bizə xəbər veriləcək. Yaxın oturun bura, qeydiyyatdan keçdikdən sonra bir şey yadda saxlayın ki, bu P2P-dən sizin canınız qutaracaq. Bu vasitəsilə siz dükanlarda alış-veriş eləyə bilərsiniz, NFC vasitəsilə. Yəni USDT vasitəsilə artıq bizdə də Azərbaycanda da mümkündür, yəni kassalarda ödəniş eləməyə. İndi isə diqqətlə oturun, qeydiyyatdan keçdikdən sonra nəyə fikir verir? Burada deməli biz kaşokumuzu artırmaq istəyirsək USDT-nə ət vururuq və yaxud da ət vururuq və vurduqda ət fund vurduqda burada bizdə gəlir bank vasitəsilə və yaxud da öz Visa kart və yaxud da Mastercard vasitəsilə və yaxud da yəni kriptovalyuta vasitəsilə. Kriptovalyuta vasitəsilə seçirəm kriptovalyuta. Orada biz seçirik. İndi burada mən BNB setində seçə bilərəm. Polygon və yaxud da Solana artıq kriptovalyutana işləyənlər bilir. Fikir verin, burada TRX-i də seçmək olar. Tutalım, BNB setindən seçilsə, BNB setinə göndər. Buradan vurdunuz və artıq tutalım ki USD və yaxud da USDT seçdim. Burada kaşlok verir. Burada quş qoyuruq və burada copy işarəsini vuracaq və yaxud da QR-kodunu götürəcək və bu kaşloku kopyalayacaq. O kaşloku hansısa bir serverdən və yaxud da bir yerdən bura pul köçürüksə, kaşloku set BNB-ni seçəcək, kaşloku da onu yazacaq. Bu çox yaxşıdır. Bax, götürürsünüz. Dostlar, gözün kopya və yaxud da QR kodu burada screen-də eləyə bilərsiniz və yaxud da burada kaşlokunuzu da kopyalayır. Set BNB və USDT-ni bunu kaşlokunuza köçürtmək üçün. Məndə artıq $3 nə qədər var. İndi burada send kiməsə göndərmək istəyirsinizsə, deməli burada Ryzen istifadəçilərinə də göndərə bilirsiniz. Burada Ryzen istifadəçiləri və yaxud da hansı bir kaşloka göndərmək, o da həmənki kimi seti seçib göndərirsiniz və yaxud da bank vasitəsilə. İndi deyəcəksiniz ki, kartın rəqəmlərini biz necə bilək? Kartın rəqəmlərini necə bilmək üçün burada yuxarıda kart işarəsi var. Biz bunu seçirik. Dostlar, kart işarəsini seçdikdən sonra burada details var. Detala vurduqda kartın rəqəmləri görsənəcək. Burada indi yarım çıxdı. Bütöv rəqəmləri çıxacaq ortada. Hansı tarixəcəndir və CV-dir nədir orada. Kartı dondurmaq istədikdə bunu vururuq. Daxil o arxaya və sonra nə var? Burada deməli invest var. Invest
hissəsinə keçirik. Invest hissəsinə baş qoşmayın. Burada long short aça bilirsiniz. Invest hissəsinin ayrıca adı burada gözümün stok hissəsi var. Onun da kaşluk ayrıca adı. Fikir verin, hamısı da gözümün. Biz burada əvvəlcədən add eləyib kaşlokumuzu əlavə eləməliyik invest hissəsində və burada long short aça bilərik. Burada məsləhət görmürəm ki, məsələn, long short açsın. Ona görə buna siz baş qoşmursunuz. Gedirik növbəti. Burada üçüncü bir plan hissəsi. Dostlar, koddan qeydiyyatdan keçin ki, kodu yazın ki, sizə endirimlər olsun. Dostlar, kodu yazmazsınız, endirim olmayacaq. Yəni sizə o sərf edir. İndi qulaq asın dostlar, birinci başlayanda standart paketdir. Standart paketin cashback bizə vermir ödənişlər edəndə və fiziki kart, bu bizdə indi virtual kartdır. Fiziki kartı biz yəni bankomatdan pul çıxartmaq üçün fiziki kartda sifariş edə bilərsiniz. Fiziki kartı $50. İndi mən sizə onun üsulunu göstərəcəm ki, necə eləyəsiniz ki, o sizə ucuz başa, pulsuz başa gəlsin və yaxud da çox ucuz başa gəlsin. Sifdə deməli, qeydiyyatdan keçdikdə 24 saat ərzində sizin vaxtınız olur. Deməli, sonra burada biz hər xərclədiyimiz pointdə, ədəbəsat elədiyimiz görə bir risk point verir. Risk point haqqında da danışacaq. Risk point haqqında da danışacaq. Burada aşağıdadır. Deməli, sonra burada ikinci bir etap var. Gold. Gold görürsünüz. Aylığı göstərdi. Gold da artıq 3 ay $18'dır. Deməli, burada fiziki kart $50'dır. 1% cashback verir məsələn. İndi burada keçirik biz üçüncüyə keçirik. Burada nə fərqi var? Burada biz fiziki kartı, kim istəyirsə fiziki kartı biz burada götürə bilirik, yəni pulsuz. Deməli, əgər fiziki kartı kim istəyirsə, beləncə dükanlarda alış-veriş üçün virtual kartda kifayət eləyir QR kodu oxutmaqla. Deməli, burada diqqət yetiririk, pulsuzdur. Cashback çoxdur. Transferlərdə 50%dir bizə və burada $2 bir risk point verir. İndi gəlirik bunu baxırıq burada 3 ayı harca bu qədərdir, $30'dır. Amma biz indi join olsa 24 saat bizə vaxt verir. 24 saat ərzində bizə endirim verəcək. Join vurduqda belə gedək yuxarı. Biz burada hələ vaxt getmir, amma 24 saatdır. Burada deməli göstərib ki, 24 saat ərzində mənə deməli ümumiyyətcə endirim eləyib 3 aylıq və 20% yenə də endirimi cəmi $16.78 edir. Ayıma düşür $5.59 və mən burada deməli $16.78 ödəməliyəm 3 aylıq bu planı götürməyə. Bunu da istəsəm Ryzen Cash-Lock vasitəsilə yəni ödəniş eləyə bilərəm. Onda fiziki kart pulsuz olacaq, yadınıza salın. Və yaxud da burada hansı bir kart vasitəsilə də Azərbaycandan ödəniş eləyə bilərsiniz. Kriptovalyutalarla da və yaxud da stablecoin-lə də USDT və USD vasitəsilə də ödəniş eləyə bilərsiniz. Artıq burada yəni çətin heç nə yoxdur. 3 aylıq seçdik. 3 aylığı seçdikdən sonra hansı vasitəsilə ödəniş eləyirsiniz? Birinci burada cash-flow-unuzu daxil balans artırası dediyim üsuldan sonrası burada ödəniş etmək üsulundan keçəsiniz və yaxud da promo ilə burada ödənişə də keçə bilərsiniz. Özüm, burada birinci artıracam, sonra mən orada ödəniş edəcəm ki, fiziki kartı da əlavə edir. Sonra QR kod oxutmaq, tutam dükanlarda və s. də ödəniş etmək üçün tutam QR kod oxutmaq istəyirsinizsə, deməli, burada vururuq bu hissəsi, burada sent var, sent yəni icazə verdim, sentdə ola bilər bu çıxsın və burada kamera açılır və kamera açıldıqda kamera qaranlıq eləmişəm. Kamera açıldıqda bu hissədə biz QR kodu oxuduruq və QR kod vasitəsilə də ödənişimizi edirik. Çox yaxşı üsuldur dostlar. P2P-dən azad olursunuz. Kim istəsə bu üsulu eləyə bilər. Kodu da mən yazmışam sizin üçün. Videoda kodu qoyacam. Qeydiyyatdan keçdikcə o kodu yazmağı yaddan çıxartmayın dostlar. Dostlar, deməli mənə burada şans verdi. Gördüyünüz kimi, deməli mən burada 24 saat mənə şans verdi fiziki kartı pulsuz almaq üçün. Burada fiziki kart pulsuzdur.
ayı $3.35 yuxarıda da vaxt getir. Niyə? Çünki mən balansımı harca $21 artırdım. İndi niyə elədim onu? İndi sizə deyəcəm, ümumiyyətcə $19 artdı. Fikir verin. Bir banka daxil oldum, nömrəmi aktiv elədim, 4 manat ödədim, göstərir. Nömrəmi aktiv elədim, videonu da çəkib qoyacağam. Deməli, orada ödəniş yerinə keçirsən, istəyir ABB olsun, nə olsun, orada tam ki ödəniş yerinə keçirsən, tam kontur vurmaqsansa özünə və yaxud da işıq pulu, nə bilim su pulu və s. vurmaqsansa, kartın rəqəmlərini yazırsan. Kartın rəqəmləri sizə dedim harda olacaq. Kartın rəqəmləri burada kart olan hissəsinə daxil olacaq. Burada göz var. Details hissəsinə vurursan, kartın bütöv rəqəmləri görsənir. Kartın rəqəmlərini yazırsan, orada təsdiq üçün mail seçsən və yaxud da nömrə seçsən, sənin təsdiq kod gəlir və orada ödəniş keçir. Bax, bir bank vasitəsilə mən elədim. Yəni, dükanlarda da artıq bilirsiniz necə ödəniş eləmək. Kartdan karta da keçirmək olar. İndi burada mən əgər bunu sifariş eləsən, fiziki bunun kartı da gələcək mənim üçün. Gələcəkdə burada fiziki kart vasitəsilə də yəni mən çıxarışlar eləyə biləcəm, yəni istəsəm. Burada da deməli bunu necə düzəldirsiniz? 36 manat göstərir məndə. Burada bu necə düzəldir? Bu hissəyə vururuq. Burada biz daxil olub seçirsiniz. Üstünə vurub change vurduqdan sonra burada azını yazırsınız və bunu seçdikdən sonra sizdə burada avtomatik olaraq USDT çevrilib olacaq AZN. Buyurun, istifadə edin dostlar. Kodu yazmaq yaddan çıxmasın. Linkin bizim qrupda yerləşdirəcəm. Linkin. Kim istəsə daxil ola bilər, link vasitəsi keçər. Link vasitəsilə keçməyənlər premarketdən köçürdükdə kod videoda olacaq. Kod yaddan çıxmasın. Kodu sizə görə qoyuram dostlar, özümə görə yox. Dostlar, fiziki kartı deyimsə hardan sifariş eləmək olur? Vurursan kartın üstünə. Məsəl üçün, kartın üstünə vurursan. Bir də sizə bir söz deyim. Bax, burada pulsuz sifariş eləmək üçün mən 3 aylığı götürdüm. 24 saat endirimdə idi. Həmən bu plan hissəsidir. Plan hissəsində görsün burada gedir. Amma bir fərq var ki, kartı sifariş eləndə kart pulsuzdur. İndi 3 ay ərzində eləyə biləcəm də və içinə $60 da depozit qoymalısam. İndi sadəcə olaraq onu hardan sifariş vermək olur, onu göstərirəm. Vurursan kart hissəsinə, yuxarıda kart hissəsinə vurursan, dəqiqə. Yuxarıda kart hissəsinə vurursan, daxil olursan və burada add kart var. Buna vurduqdan sonra başlayırsan sifariş vermək. Orada seçsən fiziki kart. Fiziki kart seçəndə adın, familiyan görsənir. Sonra aşağıda kick knopkanı vurursan, davam edirsən. Demək, adresi zaten yazması. Orada adresi yazmaq biraz çətindir. Çünki orada axtarışa vurur. Düzgün qeyd eləməlisə. Tam başa çönmədim mən orada. Bir də kartı sifariş verəndə içində göstərdi ki, $60 depozit olmalıdır. Yəni onu sonra sən çıxarda biləcəksən. Kartın özü pulsuzdur. Kim istəsə sifariş verə bilər. İndi mən 3 ay ərzində bunu araşdırıb baxacam, görüm nə cürdür. Sonra davam edəcəm. Hələ 3 ay vaxtım var. Çünki onu götürmüşəm. Kart pulsuz olsun deyənə o paketi götürdüm. Əlavə də cashback və s. Qaldı ki, ödənişlər eləmək problem deyil. Yəni, gördüyünüz kimi depozitdə eləmək olur. Da ki, $1 da depozit oldu. Depozit olub, yəni tarixçə. Deməli, fikir verin. Burada deməli, ödəniş eləmişəm mən. Öz nömrəmə 4 manatlıq ödəniş eləmişəm. Yəni, kapita banka daxil olsa və yaxud da bir yerə daxil olsa, orada ödənişlərdə kartın rəqəmlərini yazırsınız. Kartın rəqəmlərini də yazmaq, yenə də təkrarlayıram. Daxil olursunuz. Deməli, daxil olursunuz kart hissəsinə, yəni kart hissəsinə. Burada deməli, daxil olduqda həmən details vurursunuz və burada kartın rəqəmləri olur. Hamısını yazıb götürürsünüz özünüzdə. Və yaxud da screen elib saxlayırsınız. Siz yazın, götürün verəyə. Bir dəqiqə. QR kod oxutmaq. QR kod oxutmağı seçirik.
QR kod oxutmağı seçirik. Burada daxil oldu. QR kod oxutmaq. Vurduq. Burada send hissəsi var. Send hissəsini seçirik. Məsəl üçün send hissəsində indi ekran məndə qara olacaq, çünki zapis gedir. Göstərməyəcək, proqram zapis gedir, göstərmir. Burada ekranda göstərəcək, QR kodu oxudursan, pay to pay, yəni ödəniş eləmək üçün ödəniş edirsən. Hələlik dostlar, like vurun, paylaşın ki, bunu hamı bilsin.